Bu çox aşağı ehtimaldır ki, sən proqramlaşdırmanı kursuna başlamısan və heç yerdə işləmirsən. Səni birbaşa kimsə junior olaraq götürsün. Bu ağlabatan deyil. Mütləq təcrübə proqramlarından başlamaq lazımdır. Təcrübə proqramları elan edirlər. Çox yaxşı şirkətlər var ki, təcrübə proqramı elan edir. Hətta bəzən gəlirsən, yaxşı mühitdə düşürsən. Bu çox vacibdir öyrənmək üçün. Təcrübə proqramından sən başlayırsan işləməyə və çalışır həmin şirkətdə, hansı ki, sənə təcrübə proqramını götürüb, o şirkətdə junior olaraq başlamaq lazımdır. Bazara ilkin addım budur. O ki, sən junior oldun, artıq sənin əlində bir resursun var, biliyin var. Sən bir məhsulsan bazar üçün. Sən bir mühəndissən. Sadəcə nəzəri biliyin yox, artıq praktiki biliyin də var. Yəni adamlar səni işə götürəndə fikirləşir ki, bu gəlib əl atacaq da işə, yəni daha durub deməyəcək ki, falan kəs feşman şey necə eləyim, bunu necə eləyim, hansısa bizim developer aksatmayacaq da. Ya məsəl üçün işləyib öz şirkətində middle ola bilərsən. Ya istəmirsən, yaxşı bir təklif gəlib yazıblar sənə HR ki, gəl belə bir intervyuda iştirak elə. Düzdür, juniorlar üçün də biraz çətin olur bazarda. Azərbaycanda daha çətin olur. Mən qlobal mənada danışıram. Yəni dünya bazarı üzrə danışıram.